Bəqərə surəsi 15-ci ayənin qrammatik təhlili. Allahu yəstəhzi'u bihim və yəmudduhum fi tuğyanihim ya'mahun. Allah onlara istehza edər və çaşqınlıqları içində başlı başına buraxar. İndi baxaq. Allahu Cəllə Cəlaluh mübtədadır, adlı halındadır. Yəstəhzi'u istehza edər xəbərdir. Demək, feillə ifadə olunub, istəhzəə feili ilə ifadə olunub, yəni istəfələ babının feilidir. Bu feil bir ön qoşması ilə işləyir və bu bir ön qoşması da vasitəli tamamlığın önünə keçir. Demək, bihim burada vasitəli tamamlıq olacaqdır. Bihim özü car və məcrurdur. Yəni ön qoşma və bitişən əvəzlikdən ibarət birləşmədir. Burada him bitişən əvəzliyi demək üçüncü şəxsdədir, kişi cinsindədir, cəmdədir və yiyəlik halındadır. Vəv burada bağlayıcıdır. Yamudduhum onları buraxır. Demək, yamuddu indiki gələcək zaman feilindən ibarətdir və hum bitişən əvəzliyindən ibarətdir ki, bu əvəzlik də vasitəsiz tamamlıq rolunda olur. Yəni feil üçün vasitəsiz tamamlıq olur. Fi tuğyanihim çaşqınlıqları içində tərkibi fi ön qoşması, tuğyani yiyəlik halında olan isim, izafətin birinci tərəfi təyinlənən tərəfi, him təyin, yəni muzafun ileyhdir. Yenə də him demək kişi cinsindədir, üçüncü şəxsdədir, cəmdədir və yiyəlik halındadır. Yəğməhunə buna hal vəziyyəti deyirlər. Demək ki, başlı başına buraxılmaq mənasındadır. İndiki gələcək zamandadır. Üç samitli feildən törənib, üçüncü şəxsdədir və kişi cinsindədir.